Plus yoxsa Ultra? Mən Baycan, bu dəfəki SmartHub videomuzda Samsung Galaxy seriyasının ən son buraxılışlarından olan S25 seriyasının Plus və Ultra modellərini qarşılaşdıracağıq. Sizlərin də ən çox verdiyiniz suallar, hansını almağa dəyər, fərqləri və oxşar cəhətləri nədir? Bunun haqqında danışacağıq. Hazırsınız? Elə isə getdik. Əvvəla danışım məhsulların qutularından. Qutu açılışı zamanı bizi yalnızca smartfonun özü, sənədləri və bir də şarj üçün kabel qarşılayır. Baxmayaraq ki, bunlar premium sinif məhsullardır. Samsung bu cihazların içində şarj başlığı yerləşdirmir. Qutu özəlliklərindən sonra keçək məhsulların daxili fərqli və oxşar cəhətlərinə. İlk öncə başlamaq istəyirəm fərqləndirən özəlliklərdən. Smartfonların ən gözə çarpan fərqlilikləri 6.7 düyüm və 6.9 düyüm ekran ölçüsü, 190 və 218 qram çəki fərqləri, əsas kameralarının sayı və S25 Ultra'ya təchiz olunmuş stylus qələmdir. Smartfonların enerji tutumları arasında cəmi 100 mAh fərq var. Belə ki, S25 Ultra 5000 mAh enerji tutumuna, S25 Plus isə 4900 mAh enerji tutumuna malikdir. Smartfonların əsas oxşarlıqları daha çox daxili sistemlərindədir. Belə ki, Android 15 əməliyyat sistemi, Orion V2 Phonix L, Orion V2 Phonix M markalı 8 nüvəli Snapdragon 8 Elite chipseti, 120 Hz HDR10+ dinamik LTPO AMOLED 2X ekranı, 12 megapiksellik 4K video çəkilişə sahib ön kamerası, 32 bit 384 kHz-lik yüksək keyfiyyətli səs sistemi birəbir eynidir. İndi isə soruşa bilərsiniz ki, 256 GB daxili yaddaş və 12 GB RAM komplektasiyaları arasında 600 manat fərq olan bu məhsulları bir-birindən fərqləndirən nədir? Əlbəttə ki, kamera çəkilişi və Stylus Pen'in S25 Ultra'ya gətirdiyi istifadəçi rahatlığı. Etiraf edim ki, S25 Ultra'da gələn qələm və onunla iş telefona və sahibinə xüsusi bir aura gətirir. Stylus Pen ilə siz ekran sönülü halda qeyd yaza bilərsiniz. Ekranda spesifik bir hissəni kəsib, içindəki istənilən məlumatı Galaxy AI vasitəsilə tərcümə etmə rahatlığı əldə edəcəksiniz. Ekran şəkli aldığınız hissələrə paylaşmamışdan öncə öz qeydlərinizi rahatlıqla yaza biləcəksiniz. Google ilə dairə axtarış edə biləcəksiniz ki, bu, istədiyiniz şəklin içindəki istədiyiniz məlumatı dairəyə alaraq sürətli şəkildə Google'da axtarış vermək deməkdir və bir də şəkil düzənləməsini S Pen ilə idarə etmək, əllə idarə etməkdən qat-qat daha rahat və funksional olacaqdır. Cihazlar arasındakı ən önəmli ikinci fərq isə əsas və ön kamera fərqləridir. Belə ki, S25 Ultra biri 5x zoom, yəni 5 dəfə, digəri 3x, yəni 3 dəfə daha artıq yaxınlaşdırma funksiyonallığına sahib 2 telefoto kamerası, 1 ədəd 50 megapiksellik geniş aspekt kamerası və 200 megapiksellik optimal şəkil stabilizasiyalı əsas kamera ilə təchiz olunub. S25 Plus modeli isə 3 dəfə yaxınlaşdırma funksiyalı 1 telefoto, 12 megapiksellik 1 ədəd geniş aspekt kamerası və 50 megapiksellik 1 ədəd əsas kamera ilə istifadəçilərə təqdim olunub. Qısacası, S25 Ultra S25 Plus-la müqayisədə daha təmiz çəkilişi, daha uzaq məsafədən net kadr alma imkanı və daha geniş aspektdə yüksək keyfiyyətli çəkiliş təqdim edir. Galaxy S25 Ultra və S25 Plus hər ikisi Galaxy AI süni intellekt paketinə sahibdir və bu da istifadəçi təcrübəsini artırmaq üçün nəzərdə tutulmuş müxtəlif süni intellekt funksiyalarını əhatə edir. Hər iki modeldə tətbiqlər arası AI əməliyyatları, AI Select kimi süni intellekt funksiyaları mövcuddur. Lakin S25 Ultra modeli süni intellekt əsaslı kamera imkanları ilə ciddi şəkildə fərqlənir və bu da ProVisual Engine adlı süni intellektlə çalışan görüntü sisteminin köməyi ilə təmin olunur. Sistem səhnəni tanıyır və real vaxtda parametrləri avtomatik şəkildə tənzimləyir. Qısaca desək, hər iki model əsas süni intellekt funksiyalarını bölüşsə də, Ultra versiyası fotoqrafiya ilə maraqlananlar üçün daha güclü AI əsaslı kamera təcrübəsi təqdim edir. Və beləliklə dostlar, bu dəfəki videomuzda sizlərə Samsung Galaxy S25 Ultra və Plus modellərinin oxşar və fərqli cəhətlərini, bir-birindən üstünlüklərini və zəif cəhətlərini çatdırmağa çalışdıq. Bu videodakı əsas məqsədimiz sizə büdcənizə uyğun, istəklərinizə uyğun ən optimal məhsulu seçməkdə köməklik göstərmək idi. Bu məhsulları ən optimal şərtlərlə əldə etmək üçün isə Smart Electronics hər zaman xidmətinizdədir.
Bu il Smart Electronics 9 yaşını qeyd edir və 9 yaşına özəl bütün smartfonları 24 ayadək ilk ödənişsiz, faizsiz və komissiyasız təklif edir. Hər iki məhsulu Smart Electronics-dən 24 ay müddətinə ilk ödənişsiz, faizsiz və komissiyasız hissə ödəmə şərtləri ilə əldə edə bilərsiniz. Bunun üçün sadəcə Ulduz 2999 qısa nömrəsinə və ya smartelectronics.az saytına müraciət etməyiniz kifayət eləyir. Və sonda, dəyərli SmartHub izləyicisi, sən də texnologiyaya yaxın olmaq və yeniliklərdən xəbərdar olmaq üçün SmartHub səhifəsini izləməyi, videolarımızı bəyənməyi və rəy bildirməyi unutma. Sıradakı videonun kontentini sən belirləyə bilərsən. Bunun üçün sadəcə bu videonun altına icmalını istədiyin məhsulun adını qeyd etməyin kifayətdir.